Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Növbəti xəbərimiz yenə də İranla bağlıdır. Sözsüz ki, ölkənin, dünyanın gündəmi bu dəqiqə İrandır. İran, İsrail və ABŞ üçbucağı bu qarşıdurmaya daha çox diqqət çəkir və bununla bağlı elə Türkiyənin Xarici İşlər Nazirliyi də açıqlama verib. Açıqlamasında nə deyib Türkiyənin Xarici İşlər Naziri? ABŞ Fars körfəzində İranın hansısa adasına qoşun yeridə bilər deyib Hakan Fidan. Münaqişə uzanacağı təqdirdə ABŞ-ın Fars körfəzində İrana aid hansısa adaya qoşun yeritməsi barədə versiyalar gündəmdir. Türkiyənin Xarici İşlər Naziri belə deyib. O əlavə edib ki, İran Hörmüz boğazını bloklamaqla strateji üstünlük əldə edib. Buna cavab olaraq ABŞ-ın da İranın neft-qaz ixrac edən hansısa adasını tutması strateji həmlə ola bilər. Müharibə aparan tərəflər bunu təzyiq metodu və əlini güclü tutmaq üçün edirlər. Məhz buna görə Türkiyə tərəflər arasında atəşkəsin əldə olunmasına çalışır deyə Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Hakan Fidan bildirib.